Yeni il bayramına sayılı günlər qalırdı. Balaca, şirin qız Əsma və onun ən yaxın dostu, mehriban iti Toplan hər gün həyətlərində qarda oynayırdılar. Qar yağdıqca Toplan sevinclə hoppanıb düşür, Əsmaya gülə-gülə ona qar topu atırdı. Hər gecə Əsma sakitcə masasına əyləşib Şaxta babaya məktub yazardı. O çox bahalı hədiyyələr istəməzdi, sadəcə ürəyindən gələn bir arzusu vardı, kiçik bir kukla. Əsma çox sevimli, şirin və ürəyi təmiz bir qız idi. Əsma və Toplan kiçik, sirli bir qəsəbədə yaşayırdılar. Bu qəsəbənin ən gözəl yeri isə hər kəsin sevdiyi böyük yeni il şam ağacı idi. Hər il bütün qəsəbə bir araya gələr, o şam ağacını rəngli işıqlarla və şirin oyuncaqlarla bəzəyərdilər. Bayram gecəsi çatanda Şaxta baba gələr, ağacın altına bütün qəsəbədəki uşaqlara hədiyyə qoyardı. Hər kəs çox sevinərdi. Amma bu il bir qəribəlik oldu. Səhər açıldı. Uşaqlar sevinclə şam ağacının yanına qaçdılar. Hamının hədiyyəsi var idi. Bir tək Əsmanın hədiyyəsi yox idi. Əsma çox pərişan oldu. Gözləri yaşardı. Toplan isə onu görüb dərhal hürməyə başladı. Sanki narahat olma, mən tapacağam deyirdi. O burnunu qara yaxınlaşdırıb bir ətri izləməyə başladı və qəfil uzaqda parlayan bir işıq gördü. Toplan həyəcanla o tərəfə qaçdı. Əsma da tez onun dalınca getdi. Az getdilər, çox getdilər. Meşədən keçdilər, qarlı cığırlardan addımladılar. Sonunda isə ağ işığın gəldiyi yerə çatdılar. Qarşılarında Şaxta babanın kiçik, işıqlı evi dayanmışdı. Şaxta baba qapını açıb Əsmanı görən kimi gülümsədi. Ay mənim balaca qızım, sənə bir sir deyim. Sənin hədiyyən itməmişdi. Sadəcə mən özüm sənə şəxsən vermək istədim. O əyilib, küt sacdan hazırlanmış, çox gözəl bir kukla çıxardı. Kuklanın saçları sarı, donu isə par-par yanırdı. Əsma sevincdən yerində dayana bilmədi. O kuklanı qucaqlayıb Şaxta babaya təşəkkür etdi. Toplan da sevincindən quyruğunu bulayırdı. Şaxta baba onlara göz qırpıb dedi. Bu möcüzə hər il təkrarlanacaq. Uşaqlar sevinən yerdə mən həmişə varam. Əsma və Toplan gülə-gülə qəsəbələrinə qayıtdılar. O gündən sonra hər yeni il gələndə qəsəbəni sevinc, işıq və möcüzə bürüyərdi və beləcə hamı xoşbəxt yaşadı.